Чем заняты люди, приезжающие на острov Diruş? Diruş adasına gələn insanlar nə ilə məşğuldur? Mətndə deyilir ki, buraya gələn insanlar yaşamaq üçün deyil, sadəcə işləmək üçün gəlirlər və burada qeyri-adi doğal təbiət olduğu üçün, bu təbiəti olduğu kimi qorumaq üçün və buraya buranın mühafizəsi üçün burada xüsusi olaraq mütəxəssislər işləyir. Birinci abzasda bu haqda məlumat verilir. Həmçinin burada qeyri-adi, nadir heyvanlar yaşayır ki, o heyvanlar başqa dünyanın heç bir yerində yoxdur. Həmçinin adada sadəcə otel sistemi vardır. Bu otelə insanlar istirahət üçün gəlirlər və oraya gələn, ətraf adalardan gələn insanlar da sadəcə nablюдают за ekosistemi ostrov, yəni adanın təbiətinə diqqət yetirmək üçün, onu qorumaq üçün, həmçün работают на курорте və kurortda və yaxud otellərdə çalışmaq üçün gəlirlər.